Baxın, Peyğəmbərlərin, salihlərin nümunəsində valideynlərə yaxşılıq əhəmiyyəti. Yəni, valideynlərə yaxşılıq bir valideyn Allah dərgahının ən böyük itayətlərdən və Allaha yaxınlaşdıran ibadətlərdəndir. Bu yolda yarışanların öncüləri Allahın salih bəndləri, Peyğəmbərlər və onların ardıcıllarıdır. Allah Teala buyurur ki, Rəsullarına itaət edin və onların yoluna tabi olun. Çünki Peyğəmbərlər sevgini, mərhəmətin və sülhün elçilərdirlər. Onlar ən gözəl nümunə, ən ali əxlaq sahibi və bəşər içindən seçilmiş kəslərdir. Allah buyurur, onlar elə kəslərdir ki, Allah onları doğru yol yönətmişdir. Elə isə sən də onların yoluna tabi ol. Mən sizdən bunun üçün bir mükafat istəmirəm. Bu Quran aləmlər üçün bir öyüddür. Ən'am surəsi 90-cı ayə. Yəni biz Peyğəmbərlərin həyat hekayələrindən güc, səbir, əxlaq və ilahi dəyərləri öyrənirik. Onların həyatından öyrənirik ki, Allah sevgisindən doğan bütün xeyirli əməllərin mərkəzində valideynə mərhəmət və itaət dayanır. Həqiqətən Allah Teala insanların hallarını onların valideynlərinə olan münasibətləri vasitəsilə dəyərləndirir. Baxın, yəni Peyğəmbərlər yalnız insanlara iman və ibadəti öyrətmədilər. Həm də ailə bağlarını, sevgini və valideynlərə hörmətin necə Allahın razılığına aparan yol olduğunu göstərdilər. Onların yolu ilə uyan kəs Allaha itaətdə və o mərhəmətlə ucalar.